Hər vaxtınız xeyirli olsun. Dünyaya övladı gətirən anadır. Hamiləlik qərarını da verən anadır. Düzdür, bizdə mental olaraq uşağın dünyaya gəlməsində hamı iştirak edir. Məsələn, deyirlər, biri var, birində dünyaya gətir, ikisi var, üçüncündə dünyaya gətir, üçüncü var, dördüncü dünyaya gətir. Allah başa can versin. Kimin nə arzusu var, Allah ona çatdırsın onu. Amma bir məqama diqqəti çatdırmaq istəyirəm ki, övladı dünyaya gətirən anadır. Bu anadan soruşmaq lazımdır. Ay ana, hələ sən 7 aydır ana olmusan. İkincini dünyaya gətirməyə istəyin varmı? Hazırsanmı? İkincini dünyaya gətirmisən. 7 aydır, 8 aydır. Üçüncünü dünyaya gətirməyə hazırsanmı? Baskı etməyin xanımlara. Hesablaşın onlarla.